Davam edirik növbəti məsələnin izahı ilə. Baxırıq ki, burada həftə gün məsələsi var. Çox qəşəng məsələdir. Onu da izahını verəcəm. Sürət məsələsini istəyirəm toxunum. Uşaqların yaralı yeri. AB şəhərlərindən eyni vaxtda qarşı-qarşıya motosikletçi və maşın yola düşüb. Motosikletçinin sürəti 90, maşının sürəti 80 olarsa 3 saat hərəkət edir. 3 saat sonra onlar arasında qalan məsafə 8 olar. Və mən bu məsafəni bura mütləq vurğulayıram ki, baxın, bu gələcək bura qədər. Bu da gələcək bura qədər. Burada 8 kilometr yol qalacaq. Mən qarşı-qarşıya hərəkətin düsturunu dəfələrlə demişəm. Əvvəlki izahlarda qarşı-qarşıya hərəkətin düsturu yolu birlikdə hərəkət elədikləri üçün motosiklet və avtomobil sürətlər toplanır. V1 üstə gəlmək V2 vurulsun 3 saatdan sonra vurulsun T və elə ardıca da yazıram. 90 üstə gəlmək 80 vurulsun 3. 90 üstünə 80 gəlir, eləyir 170. 170-i də 3-ə vuranda eləyir 510. Mən baxıram ki, cavablarda, qoyun bunları silim, cavablar bizə açıq-aşkar görünsün. Deməli, mən avtomobil və motosikletin getdiyi yolu tapdım ki, onlar 510 kilometr gediblər. Axı, məndən onların getdiyi yolu soruşmur. Məndən nə soruşulur? Deyir ki, AB şəhərləri arasındakı məsafə. Mən də bilirəm ki, 510 kilometr nəqliyyat növləri gəldi yolu, amma 8 metrdə arada qalıb axı. Ona görə cavab 510 yox, 510 üstə gəlmək 8 olacaq, yəni 518 kilometr olacaq. Çünki məndən avtomobilin və motosikletin gəldiyi yolu deyil, şəhərlər arasındakı məsafəni soruşur. Əvvəlcədən də məsələdə vurğulanmışdı ki, onlar arasında qalan məsafə 8 kilometr olacaq. Keçirik 40-cı məsələyə. 40-cı məsələ çox maraqlı məsələdir. Bizə burada deyir ki, 8 aprel həftənin çərşənbə günü olarsa, 24 aprel həftənin hansı günü olar? Çox çaşqınlıq yaradır bu sual, ancaq çox sadə həlli var. Mən belə deyəcəm də, 8 aprel olmur, neçə olur olsun, hansı ay olur olsun. Bir həftədən bir çərşənbə günü təkrarlanacaq. Doğrudurmu? Bəli. Ona görə mən 24-dən bir həftəni çıxıram. Yəni 7 günü. Birbaşa 7 gün yazıram. Yəni bir həftəmiz 7 gün daha. Neçə qalır? 17. Elə bil fırlandı, gəldi çərşənbə günü oldu. Yenə 7-ni çıxıram, yenə çərşənbə günü oldu. Qaldı 10. Yenə bir də bir həftə çıxıram. Qaldı 3. Aha. Demək ki, 3 həftə çərşənbə günü təkrarlandı. Və 3 günümüz var burada əlavə. Əgər çərşənbə günüdürsə, çərşənbə günündən sonra nə gəlir? Çərşənbə 1. Sonra nə gəlir? Cümə axşamı. Sonra da cümə. Yəni 24 aprel gəlib düşəcək cümə gününə.
Belə.